tədbirin mahiyyəti dəyişdirilməyə çalışılır, bəzi media orqanlarında mənfi məlumatlar yayılır. Nə baş verir? Niyə yenə biz qərəz görürük? Bu qərəz həmişə olub Azərbaycana qarşı, təəssüflər olsun. Yəni, xüsusən də Azərbaycanda qlobal miqyasda tədbirlər keçirildiyi dövrdə bəzi dairələr və qüvvələr tərəfindən Azərbaycana qarşı müəyyən kampaniyalara başlanılır. Son dövrlərdə bunun bir qədər azaldığını biz görürük, bunu müşahidə edirik. Nəyə görə? Çünki istər ölkəmizin içərisində olan, istərsə də ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən bu qruplaşmaların maddi resursları bir qədər azalıbdır. Onlara artıq qrant verənlərin sayları da azalıbdır. Onların hansı mənbələrdən qrant aldıqlarını da, yəni qrant adı altında da hansı məqsədlərə xidmət etdiklərini biz çox gözəl bilirik və onlar bunu inkar etməyə çalışsalar da. Belə desək, bu kampaniyalar var, amma bunların miqyası azalıb, çünki onlara qrant verənlərin də sayı azalıbdır və bu xüsusda Amerikanın indiki administrasiyası tərəfindən USAID adlandırılan, yəni mahiyyətində yardımı nəzərdə tutan, amma tamamilə başqa işlərlə məşğul olan, o cümlədən Azərbaycanda da bir sıra təşkilatları biz qedə bilərik. Amma burada yenə də ölkəmizə qarşı müəyyən qarayaxma kampaniyalarının aparılması, elə burada Avropa Parlamentinin nümunəsini götürək. Yəni Avropa Parlamentində son 5 ildə Azərbaycanla münasibətdə ondan artıq müxtəlif qətnamələr qəbul edilmişdir. Bu qətnaməni qəbul edənlərin özləri hansı problem haqqında danışırlar, heç onu başa düşmürlər. Yəni bu kimi hallar olub, amma biz bunlara heç əhəmiyyət vermirik. Azərbaycan Respublikasının özünün siyasəti var. Dünya beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizin hörməti, nüfuzu bugün göz qarşısındadır və Azərbaycan bugün dünyanın diplomatik mərkəzi rolunda çıxış edir ki, bu kimi qlobal tədbirlər Azərbaycanda müzakirə olunur. Elə bu auditoriyalara baxmaq, buradakı o müzakirələrin mahiyyətinə baxmaq hər şey açıq, qabarıq şəkildə özünü göstərir. Azərbaycan dünya miqyasında Prezident Həmərinin rəhbərliyi altında öz liderliyini qoruyur və liderliyi güclənir və ölkəmizin əməkdaşlığı və tərəfdaşlığının coğrafiyası və miqyası da genişlənir.